Cilin ən flaqman modeli Galaxy M9 superkar gücündə, amma balaca hibrid avtomobili qənaətçiliyindədir. Salondan başlasaq, 2 hissəli panoramik tavan, elektron idarə etməli, isitməli, masajlı, soyutmalı dəri oturacaqlar, sürücü və sərnişin üçün nəhəng monitor, sürücünün gözü qarşısında head-up display və sürətlər paneli. Arxada iki də kapitan krososu, isitmə, soyutma, masaj, elektron idarə etmə, stəkan atlığı. Burada yeri bir masa, cool box funksiyası, isitmə və soyutma, eləcə də sərnişinlər üçün arxa əyləncə monitoru, həmçinin kameraların nəzarət funksiyası. Kaput altında 1.5 litrli turbo mühərrik, plug-in hibrid qurğusu, ümumilikdə 870 at gücü və 0-dan 100-ə kimi 4.5 saniyə sürətlənmə. 41,40 kW'lıq elektrik bateriyası, 210 km-lik elektrikli məsafə, tam ötürücü, 60 litrlik yanacaq çəni, 1300 km-lik ümumi yürüyüş və 5.5 litrlik yanacaq sərfiyyatı.